Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciət edərək bildirib ki, Ukrayna indi çox çətin bir seçim qarşısında qalıb. Ya ləyaqətimizin itirilməsi, ya da əsas tərəfdaşımızın itirilməsi riski. Ya çətin 28 maddə, ya da son dərəcə ağır qış. Ən ağır qış. Vladimir Putin isə bildirib ki, Rusiya danışıqlara hazırdır. Sülh planının 28 maddəlik yeni redaksiyası artıq formalaşdırılıb və Rusiya mətnin nüsxəsini Vaşinqtonla qarşılıqlı kanallar vasitəsilə alıb. ABŞ hazırda Rusiya ilə planı birbaşa müzakirə etmir, çünki Kiyev buna qarşı çıxır. Українці, українки, у житті кожної нації є момент... Əziz Ukraynalılar, hər bir millətin həyatında bir an olur ki, hamının danışması lazımdır. Dürüst, sakit şəkildə, uydurmasız, dediqodusuz, artıq heç nə olmadan, necə varsa elə. Necə ki, mən həmişə sizinlə danışmağa çalışmışam. İndi tariximizin ən çətin anlarından biridir. İndi Ukraynaya təzyiq ən ağır təzyiqlərdəndir. İndi Ukrayna çox çətin seçim qarşısındadır. Ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski. Ya çətin 28 maddə, ya da son dərəcə ağır qış. Ən ağır və davam edən risklər. Azadlıqsız, ləyaqətsiz, ədalətsiz bir həyat. Və bizi 2 dəfə hücum etmiş Rusiyaya inanmaq. Onlar indi bizdən cavab gözləyirlər. Halbuki əslində mən onu artıq vermişəm. 20 may 2019-cu il tarixində Ukraynaya sədaqət andı içərkən o cümlədən demişdim. Mən, Volodimir Zelenski, xalqın iradəsi ilə Ukraynanın prezidenti seçilmiş, bütün fəaliyyətimlə Ukraynanın suverenliyini və müstəqilliyini qorumağa, vətəndaşların hüquq və azadlıqlarını müdafiə etməyə, Ukrayna konstitusiyası və qanunlarına riayət etməyə, vəzifələrimi bütün həmvətənlərimin maraqları naminə yerinə yetirməyə, Ukraynanın nüfuzunu dünyada yüksəltməyə borclanıram. Bu mənim üçün formal bir prosedur, kağız üzərində bir söz deyil. Bu, anddır. Və hər gün bu andın hər bir sözünə sədaqətimi qoruyuram. Və mən onu heç vaxt pozmayacam. Ukraynanın milli marağı nəzərə alınmalıdır. Biz gürültülü bəyanatlar vermirik. Amerika və bütün tərəfdaşlarla sakit şəkildə işləyəcəyik. Əsas tərəfdaşımızla konstruktiv həll yolları axtarılacaq. Mən argumentlər gətirəcəm, inandıracam, alternativlər təklif edəcəm. Amma dəqiq deyirəm, biz düşmənə belə bir bəhanə verməyəcəyik ki, güya Ukrayna sülh istəmir, güya prosesi pozan Ukraynadır və güya Ukrayna diplomatiyaya hazır deyil. Belə olmayacaq. Пропонувати альтернативи, але точно ми не дамо ворогу приводів сказати, що це Україна не хоче миру, що це вона зриває процес і це Україна не готова до дипломатії.